Salam uşaqlar. Biz indi izah edirik sensor teoremini. Birinci suala baxarıq. Deməli bizdən nəyi soruşur? AC tərəfi soruşur, x sıfırını soruşur. Verilənlərə baxaq. AB-ni verib 4 kökdə 2. Sonra başqa heç nə verməyib. Bizə bu baxırıq ki, burada sensor teoremindən gedə bilərik. 4 kökdə 2 nəyin qabağında? 30-un qabağında. Onda yazım 4 kökdə 2 bölünsün sinüs 30. Yəni tərəfi bölüm sinüs buzağına. Bərabərlik x də nəyin tərəfindədir? Sinüs 45-in. Burada da qoyub buzaqla yerinə yazılsın. İkinci sual da eynidir. İkincide başqa şey soruşur bizdən. Misal üçün, bax, ikincini hərfləri yuxarıdakının üzərində yazsam, bizə buzaq maraqlı deyildi. Buzaq şəkil hazır şəkil burada yazır. Məsələn, BC-ni verib 5, AC-ni verib 6, AB-ni verib 8. Sonra A buzağın kosinusunu istəyir. Bu alfanı soruşur. Necə yazırdım? Bu buzağın tərəfində kosinus teoremine əsasən duran tərəfin kvadratı bərabərdir. 6'nın kvadratı üzerine gel 8'in kvadratı çıxası nə? 2 6 vur 8 vur kosinus alfa düsturlara baxın. Buradan kosinus alfanı tapırsınız. Sonra 3 4 5 eyni şeydir. 6'ya baxaq. Kök altında burada deməli AC bunu soruşur. Deməli biz burada görürük ki 45 105 verir. Burada deməli düşür 30. Yəni sinüs teoremindən gedirik. Kök altına 2'ni bölük nəyə? Sinüsuna. Sinüs 30. Bərabər x'e bölün sinüs 45'e. Sinüs 45. 7 də eyni şeydir. 75 də eyni şeydir. Bunu yazmağa ehtiyac varmı? 8 9'a baxırıq. 9'da nə edirəm? Bax, diqqətlə qulaq asaq. Bizdə sinüs bettanı istəyir, düzdürmü? Sinüs bettanı istəyirdi. Biz buradan sinüs tapmaq. 9'un izahına inşallah ekran üzərində verəcəm. Baxın, imtahanı da verəndə, bunu görün necə yazıram. Baxın. Bu şəkli çıxarım kənara. Bax, bu şəkildə. Bura B verib, bura A verib, bura C verib, bura 6, 6, 2. Düzdürmü? Mənə deyir nəyi tap? Sinüs B-ni tap. Sinüs B. Sinüs B-ni tapmaq üçün buradan bura mən nə indirməliyəm? Hündürlük indirməliyəm. Düzdürmü? Onu mən belə bir düz buzaqlı üst buzağı alıram. Baxın. Bax, belə bir düz buzaqlı üst buzağı alıram. Mən bu düz buzaqlı üst buzağı əsasən nə yaza bilərəm? Sinüs B-nin qabağında sinüs B-nin qabağında nə durub? A1 yazaq bura. A sinüs B. Bu da hündürlükdür də. H. Sinüs B bərabərdir hündürlük bölünsün nəyə? Hipotenuz. Hipotenuzun üstü 6'dır. Ben bu hündürlüğü buradan tapmalıyım. Bu hündürlüğü buradan tapmaq üçün baxın buradan aşağıya bir hündürlük atacağım. Baxın bura. Deməli burada bu hündürlük bu 1 1'dir. İkinci bir hündürlük atıram da. Bax bu üst buzağa əsasən ben burada da ikinci H1 yazıb burada tapıram. Nereye tapacağım orada? Pifagor teoremləsən H1'in kvadratı bərabərdir. 36 çıxılsın 1. Bu edir 35. Onda H1 də bərabər nəyə? Kökdə 35'e. Deməli, belə bir şəkil oldu biz üçün. Belə bir şəkil oldu. Bir şəkildə buranı tapdım. Kökdə 35. Bura 2'dir. Düzdürmü? Bir şəkildə də tapdım ki, bura H'dir bilmirəm. Bu da eləyir 2'dir. 6'dır daha doğrusu. 6. Buraya edir 6'da. İndi mən burada H'ini, bu H'ı hündürlük hara çəkib? 6'ya tərəf çəkib. 6'nı vuram H'ya. Bərabərdir. Bunun hündürlüyü nədir? Bu hündürlüyü də burada. 35'i vuram 2'yə. 6'nı 2 xəlir. Burada qalır 3. H da buradan bərabərdir. Kökdə 35 bölünsün 3. Gətirəm bunu. Bax, düstur hanı? Düstur. Bax, burada qoyuram yerinə. Sinüs betdə bərabərdir. H'ın yerinə kökdə 35 bölünsün 3 vur 6. Bu da 36 18 edir. Məncə başa düşdü. Çətin bir şey yoxdur. 9'dur bu. 10 da eynidir. 11'e baxaq.
Oturada 18 olan bərabərini 3 bucağın təpə buzaq 120'dir. O bərabər onda 30 düşür bura. Bura 120'dir. Buradan bura hündürlük endirəndə bura nə düşür? 60 dərəcə düşəcək. Onda burada 18'e bura neçə düşəcək? 9 düşəcəkdir. Çünki bu bərabər yanında həm də median gedir. 9, 9. 60'ın qabağı 9'a bərabərdir. 30'un qabağı. Demək 30'un qabağına x yazım. 30'un qabağındakı ədədi kök götürüb 3'ə vururam 9'u alam. X də burada bərabərdir. O biri üstündən də gedə bilər. Bunu öyrənin. Düsturə qaçma. 9 kökdə 3. Demək 30'un qabağı 9 kökdə 2. Onda 90'ın qabağı nədir? Bunu vuruq 2'yə. Yəni 18 kökdə bölünsün kökdə 3. Hər tərəfi irrasionaldan zaten kök altı 3'ə vururuq. Bunların 3 çıxı kök altı 3 kök altı 3 9 9'dan 3 çıxı 18 3'ü mən nə eləyir? 6 kökdə 3 edəcək. 12 də eynidir. 13'ə baxırıq. 13'ü bəlkə üstündə yazaq. Belə yazaq. Alınırsa üstündə yazaq. 13. A, B buranı C verib. Bu 2 alfadır. Özü şərtdə deyir ki. Özü bizdə şərtdə deyir. Baxın. CB'dir. CB'dir. Xarici budağı C budan 2 dəfə böyükdür. Bunda 2 alfadır. Onda bura 2 alfadır. Deməli bu alfa demək bu da alfadır. Yəni alfa alfadır. Bizdən AC-ni soruyor ki, buraya yazam x. Buraya yazam x. Deməli biz burada cavablar çox kosinüsünü söylüyor. Deməli buradan biz hündürlük atırıq. Bax bura. Hündürlük atdıq. Düzdürmü? Hündürlük atanda axı bu bura baxın. Hündürlük atanda bax şəkil bu deyil. Mən bura hündürlük atmadım. Bu belə. Bura deməli alfa alfa da buna heç kimi bura Z. Onda bu x daxı burada. Düzdürmü? Onda burada bərabər yanlı olduğuna hündürlük burada həm də nə rolunu oynayır? X bölünsün 2 median rolunu oynayır. X bölünsün 2. İndi burada biz bizə nə AC-ni soruşur. AC-ni soruşanda burada nə deməkdir? Yəni kosinüs alfa burada nəyə bərabər? Ya kosinüs ya sinüs fərqi hansısını tapıyorum. Kosinüs alfa bərabər olacaq nəyə? Bitişik katetin bitişik katet haradır? Budur da. Alfa bitişik katet. Katetlər bunlar. 90 dərəcə əmələ gətirər. Bitişik katetin x bölünsün 2'nin nəyə nisbət? C-yə. O da x bölünsün 2C. X səbəbi kosinüs alfa 2C kosinüs alfa. İndi deyə bilərsiniz, mən sinusdan gedim. Sinus belədir ki, sinus alfa onda nə var? Qarşı katetin. Qarşı katet verilmədiyinə görə mən qarşı katetin bitişik katetin, yəni kosinüsdən gedəcəm. Baxaq bura 13 eyni, 14 eynidir ona, 15. Bu da bilirsiniz də, tərəflər 2, 3, 4 verib. Deməli, belə gedir. 2, 3, 4 verib. Kiçik budan kosinüsün, yəni kosinüs alfanı buranı tapır. Onda bunun qabağını hansı tərəfdir? 2'nin kvadratı. Hansı tərəf durursa, bucaq nəyin qabağındadır? Onun kvadratını götürür. Birincinin kvadratı üzərinə gəl, ikincinin kvadratı çıxılsın. 2AB kosinüs alfada 2 vur, 4 vur, 3 kosinüs alfa. Kosinüs alfa buradan da tapırsınız ki, neçə edəcək? Sonra bax 16 da bu, keçir 17'yə. 17'yə mən də buradan da baxaq. Deməli, bura adı 9 yazıram. Bu 9 kökdə 2 yazıram. Bunu da sinüslər teoremlə gedək. Bax, 9'u böləcəm nəyə? 9 nəyə qabaq? Alfanın qabağını. Sinüs alfa. Sinüs alfada nə verir? Sinüs 45 dərəcə. Bərabərdir. 9 kökdə 2 bölünsün nəyə? Sinüs qamma. Sinüs qammanı bilmirəm. Belə deyə bilərsiniz müəllimə. Bu 9, 9, 9 kökdə 2'dir. Amma həlli tələb onun sualı yazanda onu yazmaq olmur. 9 bölünsün 45'də kökdə 2 bölünsün 2. 2 də qalxır yuxarı. Bərabər 9 kökdə 2 bölü sinüs 90. Sinüs 90 demək, sinüs qamma. Bu 9'dan bu 9 getdi. Kökdə 2'ni kökdə 2'yə vuranda eləyir neçə? 2 eləyir. 2 bərabərdir 2 sinüs qamma. 2'lər gedir, sinüs qamma 1 eləyir. Sinüs qamma 1 eləyir. 1 də neçə dərəcədə? 90 dərəcədə alır. On yeddi eyni. 17 yazıq. 18 də eynidir. Yazmır 19. 19'a baxaq.
Bəlkə üstündə yazaq, ehtiyac varsa bu tərəfdə yazarıq. 19-a baxsaq, D bərabər tərəfli üçbucaqda ADY üçbucaq bərabər tərəfli üçbucaqdır. Orta düzbucaq üçbucaq. DF FY-yə bərabərdir. Buranı 4 verir, buranı da 4. Bərabər tərəfli olduğuna görə buranı 8 götürürəm. Bu da 8-dir. Sonra AF FB-yə bərabərdir. Uşaqlar, AF indi qulaq asın, bir gör nə deyəm sizə. AF burada görürüm ki, DY-ni 2 bərabər hissəyə bölüb. Deməli mediandır. Onda mən bunu həm də hündürlük kimi götürə bilərəm. 90 dərəcə. Çünki bərabər tərəfi 3 bucaqdır. Onda bərabər tərəfi 3 bucaqda tərəflər 60 dərəcədir. AF də burada tənbölən olduğundan bura olur nə? 30 dərəcə olur. Bax, bura olacaq 30 dərəcə. Sonra indi Pifaqor qaydasıyla bax bunu tapırıq. Bax bu hissəni. Bax bu üç bucağı tapırıq Pifaqor qaydasına görə. O da yəni 8-in kvadratından çıxırıq 4-ün 16. Bu elə 48. 48 də 16 bölü 3. Yəni 4 kökdə 3 deməkdir. Onda belə çıxır ki, burada 4 də kök 3-dür. Bu tərəfdə 4 kökdə 3-dür. Axı bizə deyir bərabərdir AF FB-yə. BC-ni tap. Buranı tapaq. Aha, bu sinüs teoremlə gedirik. X-i bölürəm nəyə? Onun qabağının hansı bucaq? 30-dur. Sinüs 30-dur. Sinüs 30-a. Düzdürmü? Bərabərdir. Deməli, bu neçə ilə 8 kökdə 3-ü də bölürəm nəyə? O hansı bucağın qabağında? Sinüs 90-ın qabağında. Sinüs 90, sinüs 90-da 1 verir. Və bunu da özünüz qoyub yerinə həll edirsiniz. 20. Burada sinüs, bu da sinüs kosinüs görürsə hündürlükdən mütləq istifadə olunur. Bura hündürlük atırıq. Bu nəsə hündürlüklərim əyrim ayrılır. Aha. Burada sinüs alfa nəyə bərabərdir? C1 göstərir bunu. Sinüs alfa bərabər olacaq nəyə? Nə idi? Qarşı katının hipotenuzu. Alfanın qarşısında hansı durur? C1 durur. Hipotenuzu hansı 10-dur. Sinüs beta nədir? Sinüs beta'nın qarşısında duran katet hansı? C1'dir. Hipotenuzu isə 15-dir. Və bunun buna nisbətini götürürsünüz. Sonra baxırıq. 21-ci suala baxaq. Deyək ki, ABC üçün B və C bucağının tənbölləri K nöqtəsində kəsişir. Şəkili belə çəkək. B və C-nin tənbölü. Burada kəsikdirək. B, A, B, A-da bura bax. Belə kəsikdirək. Alfa, alfa, beta, beta. Üst bucaq biraz böyük bölmədir. Uşaqlar, yadınızda qalsın. Bunun alfa, alfa yazmışam. Bura x-dırsa, onda bu hissə və bu hissə 90 üzərinə x bölünsün 2 gəlir. Yadınızda qalsın. Bura x də 90 x bölünsün 2 gəlir. Sonra nə verib bizdə burada? 21-ə baxırdıq. BK-nı verib 12. Bura K nöqtəsi. 12, bir də 5 verib buna. Aha, biz burada görürük nə? Deməli, kör bucaqlı 3 bucaq görürəm də. Kör bucaq. Yəni K budağı kör bucaqlı 3 bucaq. Mən 12 buranı 13 götürürəmsə, məsələn 13 götürürəm. Bu kör bucaqlı 3 bucaq olduğundan, yəni 13 90 dərəcəyə görə götürür. 90 dərəcə olsa 13 olur. Deməli bu 13-dən böyükdür. 13-dən böyük ədədlər hansı? Məsələn 13-dən böyük 14, 15, 16, 17. Bu da 14 götürəcək. Yəni çox uzatmağın bir mənası da yoxdur. 22-də 22-yə baxaq. 22'də deyir, AB-ni verib 5, BD-ni verib 5. Bura alfa, alfa yazsaq, elə deyir də, AB 5-dir, B 5-dir. Sonra nə verir? DC-ni verib 4. Buranı 4 verib. Ən kiçik nöqtə qiymətini tapaq. İndi biz buranı demək, AB necə götürə bilərik? Bax, bu bucaq. Bu görür ki, ümumiyyətlə kör bucaqlı, üst bucaqlı D bucağı da. Kör bucaqlı, üst bucaq. Yəni bu bucaqlar iti olarsa, deməli D bucağı nə götürürük? Kör, yəni fərqidir. A ilə D, A, bura bir beta yazsaq. Nə deməksə, bu burada çəkim şəkli fikrimi tam ifadə edim nə demək istəyirəm. Bax, belə verib də bizə. Bura bax, belə çəkim. Alfa, alfa, bura yazsam beta. Buranın kör bucaqlı, iç bucağı olmağını necə bilək? Məsələn, tutalım ki, bura buranı kör bucaq, iç bucaq götürsək.
Yəni təpə buzağı neçə götürə bilər? 30 götür. Buranı məsələn minimum qiymətlərini 10 götürsək belə, 20 götürsək belə, alfanın bettanın cəmi buranı verəcək. Bu da nə olacaq? Kor buzağın üst buzağı olacaq. Başa düşdünüz nə deməyim? Yəni buranı kor buzaq olacaq. Kor buzağının da qaydasına görə necə idi? Bu da x-dir də. X nəyə bərabərdir? Cəmindən kiçik, kor buzağı üst buzaqda cəminin kvadratından böyük. 5-in kvadratı üzrə 4-ün kvadratı 41. Burada da hansı ədədlər yerləşir? Özünüz tapırsınız. 23. Bu da həmçinin demək 23 də kör buzaq qaydasından gedir. Fikir verin. B buzağıdır. 120 dərəcə verib A, B, C. AB-ni verib 6, BC-ni verib 10. Yenə də eyni qaydadır. Cəmindən kiçik 16 cəminin kvadratına 6-nın kvadrat üzərinə 10-un kvadrat qaydasına gedəcəyik. Sonra 25. ABC üst buzağı verib bizə. 25. Bura A, bura B, bura C yazaq. Burada biz nə görə bilərik? Kosinus tərimi kimi geçsə, məsələn, bura alfa versək, alfanın qarşısına tərəf kvadratı nəyə bərabər? Yəni, bu kosinus təriminə uyğun gələn bir şeydir. Ona bax. Birincinin kvadratı üzərinə gəl ikincinin kvadratı çıxsın 2B 2BC kosinus alfa. O yuxarıdakı düstur dedim. A kvadratı bərabər şərtdə verin. B kvadratı üzərinə gəl C kvadratı üstə gəl 3 kökdə BC. Və görün bunlar bərabər. Ya tərəf-tərəfə çıxsaq, toplasaq, onda mənfi 2 C-lər bir-birinə bərabər edəsək, kosinus alfa bərabərdir 3 kökdə BC. C-lər də gedir burada. Kökdə bu səhv yazdım. Kökdə 3-dür bu. Kökdə 3-dür. B-lər də gedir. Onda mənfi 2 bərabərdir. Kosinus alfa vursun kökdə 3. Kosinus alfa da bərabər nəyə? Deməli, mən nəyi qarışdırdım burada? Deyil gözlə. Burada nə görə? 2, mənfi 2B, yerləri səhv yazmıyorum. Mesela səhv göstərmişəm də B, C, burada C-imiz. BC-lər getdi. Onda kosinus alfa da bərabər nəyə? Mənfi kök altına 3 bölünsün 2. Kök altına 3 harıntılarını 30 dərəcəli buzaqda alır. Düzdürmü? Bunu da qonşusu eləyəcək isə 150 dərəcə. Deməli, mənfi olduğuna görə 150 dərəcə götürürük. Sonra 26 eynidir. 27 baxaq bir dənə. Bir dənə üst buzaq çəkək. Görə hara gəlib çıxırıq. 60 dərəcə buzağı 60 dərəcə. Buraya 10 kökdə 3. Böyük tərəfi mümkün ən böyük alfadır. Bu da x götürür. Sinüs tərəfindən gedir yenə. Yəni 10 kökdə 3-ü bölürəm nəyə? Sinüs 60-a. 60 dərəcə bərabər x-i də bölürəm. Tərəf yazıb. Tərəfi öz bucağına bölünür. Sinüs alfaya. Bunu özünüz daha tapırsınız neçədir. Qoy özüm gedim. Burada başqa şeydir. Kök aldı 60-ı pozam. Kök aldı 3 bölünsün 2 yazıram. Kök aldı 3-lər gedir. 2 qalxır yuxarı. X bərabər sinus 20 alır. Sinus vurulsun 20. Bu vur 20 deməkdir. Sinus 20 dərəcə yox. İndi bizədir ki, sinüsdə ən böyük qiymət, sinüs hansı aralıq qiymət alır? Mənfi 1, müsbət 1 aralığında qiymət alır. Ən böyük qiymət desən 1 götür, ən kiçik qiymət isə mənfi 1 götür. Ən böyük qiymət dediyində 20-ni 1-ə vururam, eləyir neçə? 20. 27, 28, 29, kör buzaqlı üç buzaq qaydasından gedirik. Bayaq dediyim kimi cəmindən kiçik, kvadratları cəmindən böyükdür. Bu düsturdan gedir 29, 30, 31. İti buzağın qarşı tərəfləri, burada sadəcə iti buzağı üstündə deyil ki, bu ikisi iti buzaqsa, deməli bu kör buzaqdır. Deməli 31, 32-də kör buzaqlı üst buzaqla gedirik. 33-ə baxaq. 33-də mən nə görürəm? Bir dənə diqqət edin. Yazışı asan deyil, məntiqi tutandan sonra uşaq özü gedir. Bax. Bura 45-dən böyükdür. Bu heç. Bir də verilənləri yazdım. A-dən D-yə 12, bura 5-dir. D-yə perpendikulardır.
Ha, bunu da bərabər verib. Aha, deməli burada mən görüm B-yə, Y-yə bər deyib 90 dərəcə. Burada bərabər yanlış üçbucaq yarada bilərəm. Bərabər yanlış üçbucaq yaradanda görürəm ki, bura 5 isə burada 5 yaza bilərəm. Düzdürmü? Onda belə çıxır ki, məsələn, bura alfa desəm, bura alfa desəm, bura alfa desəm, bura olacağına 2 alfa. Bu da deyir AB 45-dən böyükdür. Alfanın yerinə 45 qoysam, yəni 90 dərəcədən böyük. 90 dərəcə nədir? Körbucaqlı, üçbucaqlı. Körbucaqlı, üçbucaqlı qaydasında yuxarıdakı dediyim qaydadan gedirik. 34 də üzr yazıb sadə bir şeydir. 35-ə baxırıq. Deyəcəm burada hamısını verib üstündə. Bura alfa olsa, burada alfada qarşılıqlı bucaqlardır. AB-ni sorur ki, x. Və burada bu üçbucaq, bu üçbucağa bu üçbucağı biz kosinusda teoremi tətbiq eləyirəm. Deməli yazacağım x-in kvadratı bərabərdir 6-nın kvadratı üzərgə 10-un kvadratı çıxılsın 2 vur 6 vur 10 kosinus alfa. Amma mənim kosinusum yoxdur. Mən kosinusu hardan əldə edirəm? Mən bu düsturuma bax. Görürsən, burada da alfa var axı. Buradan da mən kosinus, bu üçbucağın da kosinusunu tapmağa kömək elə. Burada kosinus alfa nədir? Kosinus nə idi? Bitişik katetin 3, 5, bura 4 düşür də. Pifaqor qaydasına görə 25 çıxsın 9, 16, 16-dan 4-ə. Yəni alfa, kosinus alfanın bitişik katet, bu bitişik hansı 4-dür. Nəyə nisbəti? Hipotenuz. Hipotenuzun nisbəti 5-dir. Gətirəm bunlar da qarşı bucaq olduğundan, yəni bu 5 bölü 4 bölü 5-dir. Demək bu da 4 bölü 5. Gətirəm burada kosinusun yerinə qoydum. 4 bölü 5 vurub hesablayacağım. Bu qədər.